vloqdan hər kəsə salamlar. Necəsiz uşaqlar? Səs-küydən düşmür. Bu vlog çox qarışıq vlog olacaq. Keçən həftədən də qalmış 1-2 parça video var. Onları da qoyacağım. Yəni bu vlog çox böyütməli qısa vlog olacaq. Amma ki bacardığım qədər qoymağa çalışacağam. Belə. Hə. Utdular. Neçə orada? 5-3. Değişmək olmur da. Yəni orada 5-3. Adım yoxdur değişmə. Ayan telefonuna salamlar. Bizdə niyə qalır? Ayan kanalına ye. Ayan kanalına. Like koyun. Like. Abuna soram nədir? Bunun altına bu olma qoyacam, Allah bilir. Yox, prosta çəkilir, heç qoymayacağam. Oy, başım. Çox elə deyə. Sən nə gülürsən orada? Sən nə gülürsən orada? Hara gedəcək, kimi vlog? Heç kimə, bizdə qalır. Hamı kim, ikisi çəkir də. Bizim bir kanalımız var da, tükürüm o kanalın içine. Heç də dağıtmırıq. Ha? Vaxt qutarıb. Çıxan. Canavar. Canavar kimi. Yesterday, all my troubles seem so far. İğrenç, neyse ne? Neynədir? Ayda. O. Bundan nə gecənin başını dəyişir? Kimi? Oradan. Buraları kəsdən Uşaqlar, Manoliyada da Sumqayıtda bir məkan var. Hətta sual-cavab videosunu da burada çəkmişdim. Yəni baxmayanlar getsinlər sual-cavab videosuna baxsınlar. Bura qoyacağam şəklini. Çox sevirəm o məkanı, Allah haqqı. Bura gələndə evim mənə sakitçilik verir. Çünki bilmirəm, nəsə qəribə bir aurası var məkanın. Mənə çox sakitçilik gəlir burada olanda. Elə Magnoliyalar almışıq. Elə məşallarda Manoliyadır. Elə. Deməli uşaqlar, bir-iki işimiz var idi. Onları da həll elədik təşəkkürə. Və beləcə bu günün sonuna gəldik. Bazar gün bilmirəm çaya çıxacam ya yox. Amma birinci gün yəqin ki çaya çıxacam. Onda video çəkərəm. Sağ olun. Bay elə. Bay! Yeni bir gündən hər kəsə salamlar. Necəsiz uşaqlar? Mən necəyəm? Mən xəstəyəm. Qrip olmuşam, üst-üzə sağlıq. Hə, qrip olmuşam. Amma buna rəğmən universitetə gedirəm. Görürsünüz? Nümunəvi tələbə. Gözüm də çıxdı. Hə? Nümunəvi tələbə. Sizə çox baxa bilməsəm, siz təsəvvür edin ki, mən sizə baxıram da. Çünki gözüm şey eləmir. Baxanmır. Gözüm baxanmır nədir? Estağfurullah. Hə, uşaqlar, universitetə gedirəm. 3 dənə dərsim var. İkisində oturacağım 100%. Üçüncünü bilmirəm. Sizə halım o qədər pisdir uşaqlar. Yəni inanırsınız, üniversitede işim olması yoxsa getmərəm də yəni. Prosta ki, işim var. Üniversiteye gəldim, çatdım. Dərs başlayıb demək olar ki, mən də gedirəm ki, qayıb almayayım da tək. Oyda. Gözlərim açılmır. Amma açılmalıdır bu yaxında. Uşaqlar, İngilizcə dərs qutardı, gedirik tarixə. Yorulduq, bitdik, tükəndik. Əfriqoş. Şimdi burnum tutulub. 5-ci mərtəbəyə çıxıram. Ücə 5-dəyim də. Çıxana qədər nəfəsim kəsilir.
uşaqlar falan pis olduğu üçün evə qayıtmalı oldum. Bir gündən hər kəsə salamlar. Arxada anamla qardaşım məktəbə gedir. Mən də universitetə gedirəm. Bir dərsdən ötürü universitetə gedirəm də yəni. Mən də ki, getməyəcəm dedim. Bütün dərsə getdim. Bilsəm dedən getməzdim. Belə. Qəşəng olmuşam bugün. Bura Instagramımı qoyacağam. TikTokumu da qoyacağım. Mən 2K aylığında dostlar az qalıb 1.88-i ya 87-yi. 2K aylığında məni. Bəli uşaqlar, bu qız artıq gəlib universitetə çatdı. Prosta ki, tez gəlmişəm. 2-ci dərs üçün tez gəlmişəm. 1-ci dərsə də girməyə halım yoxdur. Niyə? 2-ci korpusdadır. 2-ci dərs kimyadır. Kimya 1-ci korpusdadır. Get-gəl eləmək heç sərf eləmir də. Öz-görüşkədə qalmışam preçonlara çıxana qədər. Yəni, ona görə 1-ci dərsə girmədim. Amma 2-ci dərsə məcburam girim. Çünki laboratoriya ballarımız yazılacaq. Və mənim balım 34-də çatmır. 34-də çatmamaq çox pis şeydir. Yəni, 17 alıb imtahandan keçmə şansım azalır. Yəni, amma yazılış vahidi deyə biraz rahatam ki, müəlliməyə izah eləmək olur. Yəni. Bu arada 4 imtahanımız yazılış vahidi. Bir imtahan ancaq yazılıdır. Bu arada abituriyentləri mən nəzərə alıram. Mənə video deyəndə kommentlər gəlir ki, abituriyentlərlə bağlı videolar paylaş. Uşaqlar, fikrim odur ki, bu bazar günü, yəqin ki, bazar günləri əvvəl atacağım vlogu. Bazar günü zaten abituriyentlərim 1-ci, 4-cü qruplarda imtahan verir. Ümid edirəm yaxşıdır, uğurlar. İndidən onlarla bağlı video çəkəcəm. Yəni, adnosu 1-ci qrupa aid olduğuna görə. Həyatımda flash mob olacaq. Ona görə uşaqlar belə yığışırlar. Nə üçün olduğunu bilmirəm. Baxın, toplaşırlar. Amma anlamıram nə üçün. Buradan videonu görürlərsə, hər birinə salam var. Yenə 4-cü mərtəbədəyəm. Göstərmişdim sizə keçən vlogda. Otağımız oradır. Yəni, ora. Bizim qrup oradır. Bizim qrup bu tərəfdir. Gözləyirəm ki, bəs biri gəlsin, səhər keçək. Özdə kinəla bir şeyimiz qaldı da, onu da təhsil edir. İnşallah ki, tutarır, inşallah. Yəni, 34-də balım çatsa yaxşı olur. Səsim də batıb, üzürü sayın. Allah açsında pəncərəni pişirəm. Ha? Şamran. Ay Şamran. Emil, əl sala kameralarımıza, Emil. Emil uşaqlı şəkil axtarır. Ay. Uşaqlar da oradadır. Musa. Axşam vlogundan hər kəsə salamlar. Uşaqlar, bu günlər universitet yox idi. Axşam elə belə Sumqayıtda gəzməyə çıxmışam. Gedirik belə. Heç nə, EB fancı. Nəm saçdı. EB gəzəcəyik, eləyəcəyik. Bu arada uşaqlar, bu həftənin, yəni bu həftənin yox. Yəni bu 1-ci kursun son universitet vlogudur. Yəni ki, imtahan vlogun çıxma şərti ilə təbii ki, son normal videolar çəkdiyim universitet vlogudur. 2K hələ də ola bilməmişik. Əsəbləşirəm, 2K niyə ola bilmir ya dostlar? Hə. Yayda inşallah getdiyim yerləri falan birləşdirib bir vlog anında atacağım və ən önəmlisi imtahan vlogu gələcək. Uşaqlar, burası Sumqayıt İcra Hakimiyyətidir. Baxın, yollar. Ən popülər yollardan biridir. Belə qəşəng kafelər var. Və kafenin qonaqları. Baxın,
Hamısı bax balacadır. Sen benim kaprizlerime dözgünən, mən də sənin kaprizinə göz yumum. Sen benim kaprizlerime dözgünən, mən də sənin kaprizinə göz Uşaqlar, bir günlük vlogu, daha burada hatta vlog kimi deyil, balaca gəzinti vlogunu burada sonlandırıram. Videomu bəyənib, like atıb, abunə olmağı unutmayın. Bay bay. Hər kəsə salamlar. Necəsiz uşaqlar? Bu günləri yenə çox qəşəng olmuşam. Yəni təzə koftam, atkim, saçım, başım, makyajım, ümumiyyətlə enerjim özünə gəlib. Yəni qayıtmışam eski halıma. İmtahana polnu sürətlə hazırlaşıb inşallah hamısını keçəcəm. O anları da sizə qoymaq istəyirəm. Amma o anlarda yəqin ki çoxunda imtahana makyajı falan gedirəm. Çünki bilirsiniz nətər, əgər hansı bir işə nətər özənirsinizsə, o işin cavabı da sizə elə qayıdır. Yəni mən bunu inanıram. Belə, indi gedirəm universitetə. Kimya 2-də riyazi analiz var. Gedək görək nə olur. Son dərsdir. Yəni kimyanın riyazi analizində son dərsləridir. Ona görə maraqlı olur, yəni getmək lazımdır. Aynur Baldağ bahs edir yenə. Bezdiyardır məndə. Riyaziyyata giririk. Dostlar, kimya dərsimiz qurtardı. Gəlmişik riyaziyyat analiz 1 məşğələ. Əvvəlcə riyaziyyata girdiyi üçün çox həyəcanlıdır. Çox sevinirəm. Bir tələbənin olması gereken lazımlıqları. Riyaziyyat şeytirdi, sitrülü malaktı. Damarlı olanlar içindir bu. Yani bu olmazsa olmaz. Yiyin için İdris boyda ol. Ben balacayım. Bəzəsən, sıx qol İdris. Balacayım. Ve həqiqətən sıxanlar. Yaxşı. Tanrım elə. Yaxşı, tamam. Yaxşı. Kim olmaq istəyirsə, belə olmaq istəmirsə, bunları alsın. Ya bir yerə babasına baxanda müskul olur. Cavidə deydi söz. Tamam. Uşaqlar, adınızın uşaqları məzun olur. Baxın. Buradan videonu görürlərsə, gələcək həyatlarında hamısını oxurlar. Senin yaratıcılığı yoktu bu. Benim telefon çalıyor, bir dakika. Qafqaz müəllim. Qafqaz müəllim. Uşaqlar, gəlmişik Emin, Aynur, bir də mən. Gəlmişik restoranda oturmuşuq. Mənim favori məkanım. Allah'ınız favori məkanım yəni. Çox vaxt burada oluram da yəni, çox vaxt. Yəni, sıxılan kimi bura gələ bilərəm. Belə, gəlmişik, biraz söhbət elədik. Dedik, güldük. İndi qaydacaq. Uşaqlar, kimya dərsi maraqlı olmasa da. Kimya dərsi maraqlı olmasa da, riyazi analiz çox maraqlı oldu. Yəni, nə bilim, ümumiyyətlə çox maraqlıdır. İndi hazır dərs tutarır. Video bəyəndirsə, like edib, abunə olub, komment etməyi unutmayın. Sağ olun. Əli sağ ol elə. Ay Əli. Sağ ol elə. Sağ ol elə.